Bizim dövrümüzdə evə qalxmağımız üçün anamız bizi eyvandan səsləyərdi. Rəqəmsal dünya isə hər şey kimi bunu da dəyişdi. Artıq indiki uşaqların evdən çıxması üçün modemi söndürmək lazım olur. İndiki uşaqlar fərqlidirlər. Onlar əsəbidir, aqressivdir, səbirsizdir. Bəs nədir buna səbəb? Buna cavab tapmaq üçün sualımızı şəhər sakinlərinə ünvanladıq. Gəlin görək onlar bu barədə nə düşünürlər. Son zamanlar yəqin ki, gündəmi izləyirsiniz ki, məktəblilər arasında olduqca cinayət hallarının sayı artmaqda davam edir. Sizcə, məktəblilərin bu dərəcədə aqressivləşməsinə səbəb nədir? Ailə, cəmiyyət, yoxsa sosial şəbəkə? Mənim fikrimcə, sosial şəbəkə də burada çox böyük rol oynayır. Azyaşlıların sosial medialara bu qədər rahat girə bilməkləri, hesab yaratmaqları məncə düzgün deyil. Bunun qarşısını alınmalıdır və məncə cinayətlə bağlı olan oyunlar da var. Məsələn, Robloxdur, bu kimi oyunlarda da uşaqlarda aqressiya yaradır. Bir-birlərinə qarşı məktəbdə də, nə bilim, bağçada da, həyatda da bunu çox aydın göstərirlər. Cavandır, baxır ona, deyirəm, oraya qanqanayan vaxt axı. Baxın ona, deyirəm, mən də belə olun, mən də hələliyim, mən də beləliyim. Hamısı onlardan əmələ gəlir. Amma bizim vaxtımızda yox idi. Biz baxırdıq, məsələn, böyüklərdən tərbiyə götürürdük. Ağsaqqallardan tərbiyə götürürdük. Məncə müəllimlər uşaqlar ilə kommunikasiyanı azaldırlar. Ona görə də kontrol azalır. Ona görə də aqressiya çoxalır və uşaqlar dəyişirlər. Bu məncə əsas problemdir. Daha çox yəqin ki, sosial şəbəkə. Orada o ilk növbədə oradan qaynaqlanır bu cür hadisələrin baş verməsi, onların təbliğ olunması, göstərilməsi, paylaşması, o da buna gətirib çıxarır. Daha çox təbii ki, ailədən, sosial vəziyyətdən, cəmiyyətdə olan şəraitdən də çox şey asılıdır, amma ilk növbədə zənnimcə bundan qaynaqlanır. Deməzdim ki, tam olaraq ailə rolu oynayır. Ailənin ola bilər ki, səhvi orada olsun ki, məsələn, mən özümdən götürürəm. Bizim vaxtımızda ailələr bizə hər şərait yaratmırdı, imkan vermirdi hər şey eləməyə. Hər şey bu qədər açıq deyildi. Amma indi sosial şəbəkələr var, 2 yaşında uşağın əlində telefon var, 10 yaşında olan uşaq bizim 20 yaşımızda olduqlarımızdan çox bilir. Mənə elə gəlir ki, daha çox buradan qaynaqlanır. Uşaqlara çox istifadə etməyə imkan vermək lazım deyil belə sosial şəbəkələri, telefonu. Biraz müəyyən yaşdan sonra istifadə etməlidir. Belə düşünürəm. Bəs onda rəqəmsal dünyadan geri qalmır uşaq sizcə? Rəqəmsal dünyanın çox yaxşı tərəfləri var. Rəqəmsal dünyanın məsəl üçün uşağı yönləndirsinlər başqa yerlərə, onunla məşğul olsun. Yəni sosial şəbəkələrdə TikTok, Instagram, bu rəqəmsal dünya demək deyil. Rəqəmsal dünyanın tam başqa tərəfləri var, yaxşı tərəfləri var.